Salam, hər vaxtınız xeyir. Bugün kiber təhlükəsizlik dərslərimizin 5-ci dərsindəyik. Bugünkü dərsimizdə müdafiə strategiyaları və azaltma metodları haqqında danışacaq. Bu başlıq altında bir neçə alt başlıq öyrənəcəyik. Bunlar hansılardır? Mitigating threats, fraud and scam, physical security vulnerabilities, honeypot və son olaraq mitigation steps. Elə isə gəlin ilk mövzumuzla başlayaq. Mitigating threats, yəni təhlükələrin azaldılması deyəndə biz sistemlərimizi mümkün risklərdən qorumağa nəzərdə tuturuq. Bu, həm zəif nöqtələri müəyyən etməyi, həm də onları aradan qaldırmaq üçün tədbirlər görməyi əhatə edir. Məsələn, antivirus proqramı qurmaq, firewall istifadə etmək və ya riskləri vaxtaşırı qiymətləndirərək tədbirlər görmək bu sahəyə aiddir. Əsas məqsəd isə təhlükə baş vermədən qabaq onun qarşısını almaqdır. İndi təhlükələrin azaldılması üçün bir neçə kontrol mexanizması var. Bunlardan birincisi fiziki kontrol mexanizmi, yəni physical control. Kiber təhlükəsizlik təkcə proqram təminatı ilə məhdudlaşmır, fiziki nəzarət də vacibdir. Məsələn, biometrik giriş sistemləri, barmaq izi və ya göz skaneri buna örnək ola bilər. Hansı ki, onlar yalnız icazəsi olan şəxslərin müəyyən zonalara daxil olmasına imkan verir. Əlavə olaraq video müşahidə sistemləri, yəni kameralar, bunlar vasitəsilə obyektlərə kimlərin daxil olduğunu izləmək olar və həmçinin ətraf mühitə nəzarət də vacibdir. Çünki tutalım bir server otağı var və bu server otağını xarici təsirlərdən qorumaq lazımdır. Məsələn, yanğın kimi və ya elektrik kəsintisi kimi. Bir digər kontrol mexanizmi administrativ kontroldur. Burada əsas məsələ qaydaların və prosedurların düzgün formada tətbiq olunmasıdır. Hər təşkilatda təhlükəsizlik siyasətləri olmalıdır. Yəni kim nə edə bilər, hansı davranışlar qəbul olunandır və s. kimi. İşçilər təhlükəsizlik üzrə maarifləndirilməli, fırıldaqlar və onların qarşısında düzgün davranış qaydaları öyrədilməlidir. Və risk idarəçiliyi isə təhlükələri əvvəlcədən qiymətləndirib ya qarşısını almaq, ya da onları minimuma endirmək strategiyasıdır. Və bir də texniki kontrol. Texniki nəzarət dedikdə sistemlərə birbaşa tətbiq edilən texnologiyalar nəzərdə tutulur. Məsələn, giriş nəzarətləri, hansı ki, hər istifadəçi yalnız özünə lazım olan məlumatlara çıxış əldə edə bilər və hər istifadəçiyə özünə lazım olan qədər minimum səviyyədə icazə verilməlidir. Firewalllardan və ya IDS, IPS sistemlərindən istifadə etmək. IDS, IPS nə deməkdir? Yəni Intrusion Detection System və Prevention System. Bu sistemlər şəbəkəni izləyir və şübhəli fəaliyyət aşkar etdikdə xəbərdarlıq edir və ya tətbiq edir. Yəni detection sistemlər yalnız xəbərdarlıq edir. Prevention sistemləri isə onlara qarşı əvvəlcədən müəyyən edilmiş qaydalar üzrə onların qarşısını alır. Həmçinin encryption, yəni şifrələmə, məlumatın həm göndərilərkən, həm də saxlanılarkən qorunmasını təmin edir. Hətta məlumat oğurlansa belə oxunmaz qalır. Və nəhayət patch idarə etməsi proqramların və sistemlərin daim yenilənməsidir ki, zəif cəhətlər aradan qaldırılsın. Çünki gələn hər güncəlləmə ilə bərabər əvvəlki sistemdə olan bir boşluq aradan qaldırılır və bu da sistemin müdafiəsi üçün çox vacibdir. Frauds and scams kiberdünyada ən çox rast gələn təhlükələrdən biridir, yəni fırıldaqlar və aldatmalar. Burada phishing və sosial mühəndislik barədə biz əvvəlki dərslərimizdə danışmışdıq. Ancaq ransomware barədə iştirak görürük. Ransomware kompüterinizi və ya fayllarınızı kilitləyib sizdən pul tələb edən zərərli proqramlardır. Yəni düşünün ki, sizin vacib bir qovluğunuz var və onu şifrələyir, onu kilitləyir. Əvəzində açmaq üçün isə sizdən pul istəyir. Yəni bir baxma onu girov götürür. Hər il çox sayda belə hücumlar baş verir şirkətlərdə və bunun üçün də bunun qarşısını almaq, buna qarşı ehtiyatlı olmaq çox vacibdir. Bəzən təhlükə elə həyatın özündən fiziki olaraq gəlir. Fiziki hücumlar məsələn kompüterin oğurlanması ola bilər və ya shoulder surfing dediyimiz kimsə məsələn sizin telefonunuza arxadan baxır icazəniz olmadan və sizin orada məlumatlarınızı görür. Bunu demək olar ən sadə. Yəni bu kimi şeylər fiziki hücumlardır və əslində bunlardan qorunmaq elə də çətin deyil. Sadəcə bir qədər diqqətli olmaq bəs edər. Bunlardan əlavə fiziki hücumların başqa növləri də var. Məsəl üçün malicious USB cable və ya flash kartlar demək olar. Yəni bunlar hansı ki zərərlidir və siz bunları tapırsınız və ya istifadə edirsiniz. Bu zaman onlar sizin sisteminizə artıq zərərli fayda yükləyirlər və sistemimizə zərər vururlar. Və ya məsələn kart klonlama. Elə olur ki, bank kartlarının məlumatlarını oğurlayıb dublikat yaratmaqla pul oğurlayanlar olur. Bunun qarşısını almaq üçün məsələn RFID qoruyucu cüzdanlardan pul qablarını istifadə etmək və
Hesabları mütəmadi izləmək tövsiyə olunur. Bir digər başlığımız honeypot. Honeypot termini çox maraqlıdır. Bu xüsusi olaraq xakerlərin diqqətini çəkmək üçün qurulan saxta sistemdir. Yəni bir növ cinayətkar üçün olan tələdir. O, bu tələnin içində həqiqi məlumatlar olduğunu sanır, amma əslində özü izlənilir. Bu üsul sayəsində təşkilatlar xakerlərin necə hücum etdiyini öyrənərək real sistemlərini daha yaxşı qoruya bilirlər. Həmçinin bəzən onları vaxtından əvvəl tutmaq da mümkün olur. İndi gəlin bu mitigation addımlarına baxaq. İlk öncə man in the middle hücumu. Bu hücumda hücumçu bizimlə server arasında ortada dayanır və trafik izləyir. Ən yaxşı müdafiə şifrələmə və ya güclü Wi-Fi autentikasiyasıdır. Daha sonra DDoS hücumu sistemə eyni anda çox sayda sorğu göndərərək onu çökdürməkdir. Bunun qarşısını almaq üçün də DDoS qoruma xidmətləri və trafik filtrasiyası burada kömək edir. SQL injection. Bu hücumla məlumat bazasına zərərli kod göndərilir. Əsas qoruma yolu isə məlumat yoxlaması və parametrik sorğulardır. Bir digər hücum cross-site scripting, XSS yəni. Bu, web səhifələrə zərərli skriptlərin yerləşdirilməsidir. Bunun üçün də etibarlı kod yazmaq və məzmun təhlükəsizlik siyasəti, yəni CSP, tətbiq etmək vacibdir. Bir digər hücum Zero Day Exploit adını verdiyimiz, hansı ki proqram təminatında hələ düzəldilməmiş boşluqların ilk dəfə istifadə edilməsidir. Bu səbəbdən proqramların daim yenilənməsi və gözlətici sistemlərin aktiv olması məcburidir. Və son olaraq şəbəkə segmentasiyasını nümunə verə bilərik. Bu, şəbəkəni hissələrə bölür və bir hissədə keçsə də digərləri qorunur. Həmçinin bunu edərkən icazələrin məhdudlaşdırılması da çox mühümdür. Burada gördüyünüz kimi biz bir neçə hücumdan danışdıq və bu hücumların qarşısını almaq üçün nə edə biləcəyimizi gördük. Təbii ki, bütün hücumlar bunlar deyil. Bir çox digər hücum var və hər birinin qarşısını almaq üçün də müəyyən metodlar var. Daxili təhlükələr təşkilatın içindən gələn risklərdir. Məsələn, bir işçi bilərəkdən məlumat sızdırır və ya bilmədən sistemə virus yayır. İstər qəsdən olsun, istərsə təsadüfən baş versin, bu cür hallar çox vaxt ciddi problemlərə səbəb olur. Bunun qarşısını almaq üçün, bunu azaltmaq üçün də ən yaxşı yol daxili nəzarətin gücləndirilməsi, bütün məlumatların izlənməsi və müəyyən təlimlərlə işçilərin maarifləndirilməsidir və bunları edərək ehtiyatlı bir mühit yaratmaqdır. Belə, bugünkü dərsimizin sonuna gəldik. Bugünkü dərsimizin tapşırığı olaraq honeypotları araşdıra bilərsiniz. Buna örnəklər tapıb öyrənə bilərsiniz. Çünki maraqlı bir mövzudur və istifadə olunur. Bundan əlavə dərslə bağlı hər hansı bir sualınız yaranarsa bizimlə bölüşə bilərsiniz. Hər bir sualınız üçün sizə köməklik edəcəyik. Belə, bugünkü dərsimiz bu qədər. Gələn dərsimizdə görüşənə qədər özünüzdən müğayət olun.